Salam dostlar, biz HTML kursu üzrə növbəti dərsimizə başlayırıq. Bu dərsimizdə biz meta tagləri öyrənəcəyik. Meta taglər müxtəlif xidməti informasiyaları müəyyən edir. Yəni, indiyənə qədər biz sadəcə olaraq browser tərəfindən əks olunan elementləri və əsas fundamental elementləri öyrəndik. Yəni, head elementi, body, HTML elementi, yəni sırf konteyner funksiyasını yerinə yetirən elementlər, həmçinin formatlaşdırma elementləri, müxtəlif siyahıları əks etdirən elementlər, cədvəlləri əks etdirən elementlər, paragrafları, başlıqları və s. bu kimi elementləri öyrəndik. Yəni, sırf bizim gördüyümüz və yaxud da istifadəçinin gördüyü elementləri öyrənmişdik. Lakin HTML yalnız formatlaşdırma və konteyner elementlərdən ibarət deyil. Burada həmçinin müxtəlif texniki elementlər də vardır. Yəni, müxtəlif xidməti informasiyaları müəyyən edən elementlər. Bunlar meta elementlər adlanır. Beləliklə, başlayaq meta elementləri öyrənməyə. Meta elementləri bir qayda olaraq head elementin daxilində və title elementindən sonra yazılır. Gördüyünüz kimi, məhz bu element meta elementidir və müxtəlif xidməti informasiyanı müəyyən edir. Meta elementinin bir çox atributları mövcuddur, lakin yalnız content atributunun mövcudluğu zəruridir. Yəni, hal-hazırda da bu nümunədə gördüyünüz kimi content atributudur. Və bu atributun yazılmağı, yəni bu meta tagin yazılmağı zəruridir. Digər atributların qeyd edilməsi isə sizin özünüzün istək və zərurətinizlə bağlı olacaq atributlardır. Hal-hazırda gördüyünüz kimi meta elementi qeyd olunmuşdur. Yəni bu kodlaşmanı da indi parçalayaraq, biz onların bütün hissələrini parçalayaraq öyrənəcəyik. İlk öncə onu deyim ki, meta tagləri iki qrupa bölünür. Yəni HTTP equip, gördüyünüz kimi bax bu. Və name. HTTP equip əsasən browser üçün, name isə poiskoviklər üçün, yəni axtarış saytları üçün nəzərdə tutulan bir elementlərdir. İlk öncə biz HTTP equipi öyrənəcəyik, daha sonra isə name atributunu öyrənəcəyik. Yəni bütün meta elementlər hamısı meta elementi vasitəsilə yaradılır və yalnızca onların məzmunları vasitəsilə fərqlənirlər. Yəni HTTP equip browser üçün müəyyən göstərişlər, yəni xidməti informasiyanı müəyyən edir. Name vasitəsilə isə biz poiskoviklərə müəyyən informasiya, xidməti informasiya göstərmiş oluruq. Meta elementlər browserə informasiyanın emal olunmasında, axtarış sistemlərinə isə sənədi indeksləşdirilməsində köməklik edir. Beləliklə, başlayaq əvvəl HTTP equip qrupuna daxil olan meta taglərdən danışaq. İlk olaraq məhz elə bu əsas content atributundan danışaq, çünki bu ən vacib atributdur, bu meta atributdur. Yəni meta taglər müxtəlifdir və dediyim kimi onlar sizin özünüzün istəyinizdən və yaxud da ki müəyyən zərurət qarşısında onlardan istifadə edə bilərsiniz. Lakin burada HTTP equip'in content type atributundan hökmən istifadə etməlisiniz. Çünki ən vacib meta tag məhz budur. Gördüyünüz kimi bu tag açıldığı kimi də bağlanır, sondakı slash işarəsi ilə. Yəni bu tag ordinar tagdir. Yəni bütün meta taglər ordinar olur və burada HTTP equip atributunun məzmununda content type məzmunundan istifadə edilmişik. Content isə öz növbəsində onun məzmunu text HTML və nöqtəli vergül işarəsi ardıca char set bərabərdir UTF-8. Bu kimi məzmundan istifadə etmişik. Yəni bunun vasitəsilə biz browserə məlumat veririk ki, bu sənəd HTML sənədidir. Yəni text burada HTML dilində qeyd olunmuşdur. Gördüyünüz kimi text HTML. Və həmən onun ardınca sənədin kodirovkasını qeyd etmişik. Bizdə bu UTF-8-dir. Prinsip etibarilə browserlər kodirovkanı özləri müəyyən etməlidirlər. Lakin köhnə browserlərin və həmçinin elə istifadəçilər də vardır ki, müxtəlif o qədər populyar olmayan və bir çox sayda digər browserlərdən istifadə edirlər ki, yəni onlara kodirovka barədə məlumat verməsən, sizin səhifəniz yanlış emala gətirib çıxarda bilər. Buna görə də kodirovkalar hər zaman qeyd etməyiniz məsləhətdir. Biz burada universal kodirovka olan UTF-8-dən istifadə etmişik və bu ən məsləhətli kodirovkadır. Yəni gördüyünüz kimi char set bərabərdir UTF-8. Ümumiyyətlə, kodirovkanı verərkən həmişə çalışın UTF-8-də verin. Çünki yenə deyirəm, bu universal bir kodirovkadır. Biz keçən dərslərimizin birində bu barədə artıq danışmışdıq. Yəni müxtəlif sayda digər kodirovkalar da vardır, daha köhnə kodirovkalar. Hansı ki siz onlara rast gələ bilərsiniz. Yəni müəyyən bir saytın özünüz yaratmadığınız və yaxud da hər hansı bir sənəd əlinizə düşə bilər ki, HTML sənədi və onunla işləməli olacaqsınız və burada tam fərqli kodirovkalara rast gələ bilərsiniz.
Məsəl üçün, bunlar içərisində nisbətən geniş yayılmışı kiril hərflərinin düzgün əks etdirilməsi üçün istifadə edilən Windows-1251 kodirovkasıdır. Həmçinin kiril şriftlərinə cavab verən digər kodirovkalar da mövcuddur. Bunlardan misal olaraq KOI8-R və yaxud DOS əməliyyat sistemləri üçün CP886 kodirovkaları da mövcuddur. Həmçinin ISO-8859-1 kodirovkası da vardır. Bu latin kodirovkaları üçün nəzərdə tutulmuş kodirovka idi. Sonra Windows əməliyyat sistemi üçün nəzərdə tutulmuş Windows 1252, yəni Qərbi Avropa və Windows 1250 Mərkəzi Avropa kodirovkaları da mövcud idi. Nəyə görə mən mövcud idi deyirəm? Çünki bunlar artıq köhnəlmiş və standart kimi nə qəbul olunur, nə də ki webmasterlər sayt yaradarkən onlardan istifadə edirlər. İndi artıq tək, yeganə və universal kodirovka mövcuddur. UTF-8. Onun qeyd edilməsi, yəni məsləhətdir. Digər kodirovkalardan istifadə edilməsi isə məsləhət görülmür. Başlanğıcda siz yalnız content type atributu ilə kifayətlənə bilərsiniz və misalda gördüyünüz bu atributla kifayətlənə bilərsiniz. Digər atributları isə ehtiyac duyulduqda qeyd edə bilərsiniz. Yəni, müxtəlif xidməti və yaxud da texniki təminatları vermək üçün istifadə oluna bilər, yəni zərurət yarana bilər. Hamısını indi ardıcıllıqla bir-bir keçəcək və siz meta taglərdən ümumiyyətlə nə işə yaradığını və hansı amillərdə sizə yardımcı ola biləcəklər və yaxud da ümumiyyətlə sizin üçün yaramayacaqlar. Yəni, bunları öz istəyinizlə, yenə də deyirəm, və yaxud da hər hansı bir zərurət qarşısında istifadə edə bilərsiniz. Lakin gördüyünüz bu content atributunu hökmən istifadə etməyiniz məsləhətdir. Və gördüyünüz kimi meta taglərdə öz məntiqi sintaksisi vardır. Gördüyünüz kimi meta tagini yazırıq. Yəni, dediyim kimi meta taglər özləri də iki qrupa bölünür. Gördüyünüz kimi HTTP EQ. Bunun əvəzinə biz name atributundan da istifadə edə bilərik. Bu cür yazılır. Hələlik biz bunlara toxunmuruq. Növbəti dərsimizdə name atributundan danışacağıq. Hələlik HTTP EQ qrupuna daxil olan atributları öyrənəcəyik. Və gördüyünüz kimi burada HTTP EQ-yu göstəririk. Yəni, brauzerə göstərişi veririk və onun məzmunu qeyd olunur. Daha sonra isə content qeyd edilir. Yəni, ümumilikdə brauzerə göstərdiyimizin və contentin özünün məzmununu veririk. Dırnaq işarəsi arasında. Yəni, beləliklə HTTP EQ yazırıq, yəni brauzerlə hansısa xidməti informasiyanı və yaxud texniki informasiyanı müraciət edəcəyimizi bildiririk. Daha sonra dırnaq işarəsində onun məzmununu. Məzmununda isə yazırıq ki, content type, yəni məzmunun növü. Kodlaşmanı hansı dildə yazacaq. Daha sonra isə ümumi məzmunu veririk. Content işarəsi veririk, bərabər işarəsi və dırnaq içərisində həmin məzmunun hansı növdə olduğu qeyd olunur. Yəni, yenidən baxaq, biz brauzerə müraciət edirik. Nə barədə müraciət edirik? Yəni, biz məzmunun tipini göstərəcəyik və məzmunu qeyd edirik və hansı məzmun olduğunu qeyd edirik. Yəni, biz brauzerə göstəriş verdik ki, biz hal-hazırda text HTML dilində yazılır. Gördüyünüz kimi text/html və UTF-8 kodunda yazılır. Və artıq brauzer bunu özü başa düşdü və nəyi emal edəcəyini, necə emal edəcəyini artıq özü konkret başa düşür. İndi isə keçək növbəti meta elementə. Sadəcə olaraq bunu kopyalayayım. Onun üzərində biz müəyyən dəyişikliklər eləyərik. Yenidən bu meta elementi qeyd olunur və brauzerə müraciət olunur HTTP EQ və onun məzmununu qeyd edirik. Məzmununda biz burada expires qeyd eləyək. Yəni, bu sənədə fəaliyyət müddəti təyin edir. Onun məzmununda isə biz tarixi qeyd eləyəcəyik. Yəni, burada yazırıq Wednesday, yəni 3-cü gün. İlk 3 hərfi qeyd edirik. Daha sonra nöqtə işarəsi qoyuruq. 22 iyun, yəni bu cür gün qeyd edirik. Və 2016. Ardınca isə biz sadəcə olaraq vaxtı qeyd edəcəyik. Və vaxtı da biz hökmən GMT formatında qeyd etməliyik. Yəni, expires sənədə fəaliyyət müddəti təyin edir dedik. Yəni, bu göstərilən tarixdən sonra sənəd köhnəlmiş hesab ediləcək. Bu meta tag brauzerdə keşi idarə etmək üçündür. Yəni, əgər tagdə göstərilən müddət bitərsə, o zaman brauzer keşdəki kopyadan istifadə etmək əvəzinə, yəni şəbəkədə yenidən sorğu keçirməlidir. Əvvəlcədən köhnə tarixi göstərdikdə isə o zaman sənəd ümumiyyətlə keş edilməyəcəkdir. Bəzi axtarış robotları isə köhnəlmiş tarixli sənədləri indeksləşdirməkdən imtina edə bilərlər. Tutaq ki, əgər bugün 2016-cı il iyun ayının 23-ü son müddət kimi göstərmişik və bugün ayının artıq 23-ü iyundur 2016-cı il və bu tarixi keçibsə, o zaman ümumiyyətlə
nə brauzer onu keşdə yadda saxlamayacaq, həmçinin bəzi poiskoviklər ümumiyyətlə bu səhifəni indeksləşdirməyəcək. Yəni bu cürdə meta element vardır və ondan da istifadə eləməyiniz, onun da müəyyən bir işlərinizdə yaraya biləcəyinizə ümid varam. Yəni burada da tarix RFC 850 standartında ingilis dilində göstərilməlidir. İndi isə keçək növbəti metateqə. Bu tag Content Language metateqidir. Yəni adından da gördüyünüz kimi məzmunun dili. Və onun məzmununda tutaq ki, YN qeyd edək. Beləliklə biz məzmunun dilini müəyyənləşdirdik. Daha doğrusu brauzerə göstəriş verdik ki, məzmunun dili məhz bu dildədir. YN, yəni English, ingilis dilində olacağını brauzerə göstəriş verdik. Yəni bu HTML elementindəki lang atributunun analogudur. Yəni bu bəzi poiskoviklər tərəfindən istifadə edilir. İndi bunun məzmununda biz tutaq ki, YN qeyd etdik, lakin bunun bir çox məzmunları mövcuddur. Tutaq ki, D kimi qeyd edə bilərdik. Bu yəni Deutsch, yəni Alman dilində. Və yaxud da YL yəni Ellin Yunan dilində. Həmçinin GB kimi də qeyd edə bilərdik. YNGB. Tutaq ki, YN qeyd etdiksə, bu avtomatik ingilis dilində olur. Və tire işarəsi qoyulubsa və GB qeyd olunubsa, bu Great Britain. Yəni Britan ingilis dilisi. Və yaxud da bunun əvəzinə YN-in əvəzinə US də qeyd etsək, daha doğrusu GB-nin əvəzinə US qeyd etsək, o zaman bu Amerikan ingilis dilisini nəzərdə tutur. Həmçinin YN Cockney də vardır. Yəni İngilis Cockney və yaxud da ki YS də vardır. Bu İspandır. FR Fransa, IT İtaliya, I Navajo'dur. J bildiyiniz kimi Yapondur. H yazırsınızsa bu zaman bu İbrit dilidir. NL Holland dilidir, yəni Niderland. Rusdur. PT Portugal, Z, H bu artıq Çin dili və s. və ilax. Yəni bunları ard-arda göstərməmin heç bir mənası yoxdur. Lakin istəsəniz bunu siz asanlıqla internetdən axtarıb tapa bilərsiniz. Yəni ümumiyyətlə Azərbaycan özünüz də bilirsiniz, Azərbaycan dilində az yazmaq kifayətdir. Yəni məntiqlə özünüz də bunları tapa bilərsiniz ki, hansı dilin abreviaturası hansı hərflərdir. Digər meta element pragma elementidir. Onun məzmunu isə no cache. Yəni pragma sənədin cache növünü müəyyən edir. Yəni sənədin yaddaşda saxlanılmasını brauzerə qadağa edir və brauzer bu səhifəni cache yaddaşda saxlamır. Bu atributu ssenarinin işi nəticəsində alınan səhifədə tətbiq edirlər. Belə ki, əks təqdirdə onu cache-də saxlamağın heç bir mənası yoxdur. Lakin artıq bir çox brauzerlər bu metateqləri ignor eləyir. Yəni onların artıq özlərinin mexanizmləri vardır ki, hansı onlar müstəqil özləri müəyyən edirlər ki, cari sənəd dəyişib ya yox. Hər halda bilməyinizi heç bir qəbahəti yoxdur. Yəni belə bir atribut vardır. İndi istifadə etməyiniz və ya da etməməyiniz bu artıq sizin özünüzə bağlıdır. Yenə deyirəm, bir çox brauzerlər bu teqləri ignor edir. Hamısı yox, lakin bir çoxları ignor edir. İndi isə keçək növbəti metateqə. Bu refresh metateqidir. Bu ən çox istifadə olunan, ən çox yayılmış metateqlərdən biridir. Yəni bunun atributunu yazaq, refresh. Contentində isə rəqəm qeyd edəcək 10. İndi gəlin bu atribut haqqında danışaq. HTTP equivin refresh atributu cari yüklənmiş sənədin brauzerin həmin, yəni artıq əvvəlcədən yüklənmiş pəncərəsində yenidən avtomatik yüklənməsini, yəni parametrlərini müəyyən edir. İndi biz sənədi bildiyiniz kimi refresh eləyirik və yaxud da F5-i basdırırıq, həmin web səhifə yenilənir. Yəni onu refresh edirik. Lakin həmçinin avtomatik refresh də mövcuddur. Bu meta element vasitəsilə biz onu avtomatik refresh edirik. Yəni burada 10 qeyd etmişiksə, bu deməkdir ki, hər 10 saniyədən bir səhifə avtomatik refresh edir. Yəni siz onu refresh eləsəz də eləməsəz, hər 10 saniyədən bir refresh edir. Məsəl üçün indi bir çox saytlar vardır ki, idman saytları, məsəl üçün futbola baxırsınızsa, futbolla maraqlanırsınızsa, hesab göstərən futbol saytları vardır və onlara fikir verirsinizsə, hər 10 saniyə müxtəlif vaxtlardan, müxtəlif vaxt kəsimindən indi 20 saniyədən birmi, ya 30 saniyədən birmi, 1 dəqiqədən birmi, o yenilənir. Bu hal məhz bu refresh atributu vasitəsilə baş verir. Yəni, həmin o saytlar öz kodlaşmasında bu cür meta elementdən istifadə ediblər və brauzerdə hər onların qoyduğu müddət ərzindən bir, tutaq ki, biz burada 10 saniyə qoymuşuqsa, hər 10 saniyədən bir həmin o web səhifəni yenidən yüklüyür. Və nəzərinizə çatdırım ki, cache-dən yox, avtomatik serverdə, yəni şəbəkədən yüklüyür. Bu da çox geniş yayılmış bir meta tagdir. Yəqin ki, ondan da sizin də işinizə yarayacaq. Mən buna
əvvəlki bir neçə, tutaq ki, pragma olsun, content language olsun, expires olsun. Yəni bu meta taglər o qədər də işlənən elementlər deyildir, meta taglər deyildir. İnanmıram ki, bəlkə sizin özünüz də bunlardan istifadə etməyəcəksiniz. Lakin content type yenə dedim, bu zəruridir. Refresh isə yəqin ki, sizə işinizə yarayacaq. Yəni bu meta tagdən səhifəni başqa yerə keçirdikdə və ya onun çoxlu ünvanı olduqda da bu parametri göstərmək məqsədə uyğundur. Belə halda fərqli ünvanlarda çoxlu sayt yaratmaqdansa sadəcə olaraq sayta girən qonağı əsas sayta köçürmək daha məqbuldur. Tutaq ki, indi bu da necə baş verir? İndi ola bilər ki, məsəl üçün siz hər hansı bir sayta girirsiniz. Tutaq ki, yazmısınız weddingday.az saytına girirsiniz. Lakin siz ona girdikdən sonra sizi avtomatik tam başqa bir sayta, tutaq ki, onlinekurs.az saytına yönləndirir. Yəni hər halda siz bu cür vəziyyətlərə də rast gəlmisiniz. Bu məhz həmin bu refresh meta tagi vasitəsilə baş verir. Yəni bu nümunədə gördüyünüz kimi refresh sadəcə olaraq cari sənədir. Yəni tutaq ki, onlayn kursa girmisinizsə və onlayn kursda həmin bu meta element qeyd olunubsa, onda həmin onlinekurs.az səhifəsi hər 10 saniyədən bir yenilənir, refresh olur. Lakin bunun yəni refresh 2 cür olur. Bu meta element 2 cür olur. İndi isə onun növbəti ikinci növünə baxaq. Burada necə? Burada sadəcə olaraq vergül işarəsi qoyulur. Yəni buna qədər bu birinci növüdür. Cari səhifənin özünü refresh edir. İkinci növ isə eyni qaydada yazılır. Sadəcə olaraq saniyəni qeyd etdikdən sonra, tutaq ki, biz 10 saniyə qeyd etmişik. Hər 10 saniyədən bir, yəni refresh gedir. Həmin o müddətdən sonra vergül işarəsi qoyursunuz və URL qeyd edirsiniz. URL-in nə olduğunu artıq bilirsiniz. Bu ünvan qeyd edir və bərabərlik işarəsi qoyandan sonra həmin ünvanı qeyd edirsiniz. Tutaq ki, biz onlinekurs.az saytındayıq və bu sayta girən istifadəçini tam ayrı başqa bir web səhifəyə və yaxud da başqa bir resursa göndəririk. Bunu nə edirik? Bunun üçün URL-ını qeyd etdik və vergül işarəsi. Ardıca http qoşa nöqtə qoyuruq 2/www. Tutaq ki, biz tam başqa bir weddingday.az saytına yönləndiririk. weddingday.az və salam. Burada nə baş verəcək? Gördüyünüz kimi onlinekurs.az saytına daxil olmuşsunuzsa, brauzerə göstəriliş verilir ki, refresh olunacaq məzmununda. Nə vaxt? 10 saniyədən sonra. Yəni istifadəçi sayta daxil olduğu 10 saniyədən sonra refresh olunacaq, lakin onlinekurs.az saytına deyil. Tam başqa bir sayta, weddingday.az saytına və onun istinadını qeyd edirik, sılkasını qoyuruq. Yəni bunu sadəcə olaraq URL-ı bərabərdir işarəsini və həmin saytın sılkasını kopya eləyib həmin bu kodlaşmaya paste eləyə bilərsiniz. Gördüyünüz kimi bu da çox gözəl bir meta elementdir. Bundan da istifadə eləyə bilərsiniz. Bir çox işlərdə yaraya bilər. Tutaq ki, bunu 1 saniyə də eləyə bilərsiniz. Yəni 1 saniyədən sonra həmən daxil olan kimi istifadəçini onlinekurs.az saytına yox, həmən onu weddingday.az saytına yönəltmiş olur. Onu da qeyd edeyim ki, bütün brauzerlər avtomatik köçürməni dəstəkləmir. Məsələn, Internet Explorer, yəni hamımıza sir deyil ki, yaradılmış bəlkə də ən bərbad brauzerlərdən biridir. Yəni, əgər siz bunu qeyd etsəniz və kimsə bunu Internet Explorer'da istifadə edərək bu cür hal olarsa, onda Internet Explorer'ın, yəni söhbət köhnə versiyalardan gedir. Yəni, müasir versiyaları, son versiyaları artıq bu refresh meta tagini dəstəkləyirlər. Ona görə də bu cür hallarda hər ehtimala qarşı yönləndirilən səhifədə mətinli link də qoya bilərsiniz. Həmçinin onu da qeyd edeyim ki, W3C konsorsiumu bu tagi istifadə etməyi məsləhət görmür. Belə ki, Google bu cür tagli səhifələri ignor eləyir. Yəni, bir çoxları gördüyünüz kimi istifadəçiləri məcbur öz səhifələrinə yönləndirmək üçün istifadə edə bilərlər. Yəni, nəticədə istifadəçi tutaq ki, onlayn kursa girmək istəyir, onunla maraqlanır, lakin onu weddingday.az saytına yönləndirilir. Yəni, bundan görürsünüz, tam əks kontekstli bir şeylərdirlər və əlbəttə istifadəçi də bundan narahat ola bilər. Onlayn kursa girmək istəyirdim, nəyə görə məni Weddingday-də yönləndirilir. Yəni, ona görə də istifadəçi sayını artırmaq üçün, yəni sayğacılar olur saytlarda, həmin o sayğacılarda öz saytını daha yüksək reytingi qaldırmaq istəyənlər də vardır ki, hansı ki bu reklam verənlərin maraqlarını cəlb eləmək üçün. Və bu baxımdan da bax, bu cür trüklardan istifadə edirlər. Yəni, buna görə də bu cür tagləri istifadə eləyərkən biraz ehtiyatlı da olun. Nəzərə alın ki, Google bu cür meta tagləri də ignor eləyə bilər və sizin səhifəniz ola bilər ki, ümumiyyətlə heç indeksləşdirilməsin də siz yenə də bu cür
meta tagləri istifadə edərkən biraz ehtiyatlı olun. Gördüyünüz kimi səhifənin avtomatik yüklənməsi vaxtı saniyə ilə verilir. Əgər biz urulu qeyd etməsəydik, bu meta tag yalnız cari sənədi hər göstərilən saniyədən bir refresh edəcəkdir. İndi isə keçək növbəti meta elementə. Bu meta element cache control meta elementidir və bunun bir çox məzmunları vardır. Birinci məzmunundan başlayaq, public məzmunudur. Ümumiyyətlə bu meta tag cache-in göstərilən sənədə münasibətini müəyyənləşdirilir. Yəni bu sırf cache-ə aid olan bir meta tagdir. Məsələn, public qeyd etdik biz burada. Public göstəriş verir ki, sənəd bütün cache-lərdə cache edilsin. Yəni artıq bunu qeyd etməklə bütün cache-lərdə sənəd artıq cache olunur. Digər məzmun isə privatedir. Private məzmunun vasitəsilə isə biz yalnız şəxsi cache-də cache olmanı müəyyənləşdiririk. Digər məzmun isə no cache-dir. Treylə yazılır. Yəni bu artıq brauzera göstəriş verir ki, heç nə cache edilə bilməz. Həmçinin sonuncu məzmun isə no store-dur. No store-un göstərişi isə nədir? No store cache edilə bilər, amma yaddaşda saxlanılır. Yəni gördüyünüz kimi bu cache kontrolunda, yəni cache-ləri idarə etmək üçün istifadə olunan meta tagində 4 atributundan, yəni 4 məzmunundan istifadə etmiş olduq. Və beləliklə keçək növbəti meta tagə. Bu da vacib taglərdir, yəni bunu da qeyd olunmalıdır. Bu content script type. Gördüyünüz kimi bu cür yazılır və burada text qalır. HTML-in əvəzinə isə JavaScript qeyd edək. Beləliklə content script type saytda istifadə olunan ssenarinin tipini müəyyən edir. Yəni brauzera göstəriş verir ki, script tipinin məzmunda isə qeyd edilir ki, text JavaScript-də yazılır. Yəni bu ssenarilərə aiddir. Ssenarinin tipini müəyyənləşdirdik. Gördüyünüz kimi content type ümumiyyətlə sənədin tipini müəyyənləşdir, məzmunun tipini text HTML-də yazıldığını qeyd etdik. İndi isə ssenarilərə gəlirik. Ssenaridən istifadə olunur və ssenarinin teksti JavaScript-də yazılır. Həmçinin Perl script-dən də istifadə olunmanı da göstərə bilərik. Bunun üçün sadəcə olaraq burada Perl yazırıq. Gördüyünüz kimi, yəni script tipinin məzmunu Perl-dir. Perl script-də yazılır. Həmçinin TCL-də qeyd edə bilərik. Yəni müəyyən hansı script-dən istifadə olunubsa, brauzera biz onu göstərməliyik ki, yəni burada script tipinin bu növündən istifadə olunub. Onu brauzera göstəriş verməliyik. Həmçinin VB-script-dən də istifadə etmişik, onu da göstərə bilərik. Bax, burada yazırıq VB-script. Yəni bu da texniki tagdir və onu da göstərilməsi məsləhətdir. Bundan əlavə bu gördüyünüz kimi bu ssenarilərə aid idi. Həmçinin biz stil cədvəllərini də elə verə bilərik. Burada artıq gördüyünüz kimi scriptin yerinə style yazırıq. Yəni CSS-i keçəndə biz artıq buna da toxunacağıq. Stil cədvəli də qoşanda gördüyünüz kimi eyni ilə necə scriptdə yazılırsa, həmin hal burada da yazılır. Sadəcə olaraq script əvəzinə biz burada style yazırıq. Və tekstin hansı kodlaşmada yazıldığını qeyd edirik. Əlbəttə ki, CSS. Beləliklə biz HTTP equiv qrupuna daxil olan meta elementləri öyrəndik. Və yenə də deyirəm, burada əsas istifadə ediləcək content type-dır. Yəni bu hökmən istifadə olunmalıdır. Həmçinin zərurətdən yaranan digər meta elementlər də ola bilər. Tutaq ki, content style type və yaxud da content script type və yaxud da ki, sizə refresh və yaxud da hansı bir sayta yönləndirmək zərurəti meydana gələrsə və yaxud da öz istəyinizə uyğun olaraq, məsəl üçün, hökmən məzmunun dilini qeyd etməlisiniz ki, brauzer onu başa düşsün. Tutaq ki, content language, onu məzmunda az qeyd eləməlisiniz. Və yaxud da pragmadan istifadə edə bilərsiniz, expires elementlərindən, cache controldan, yəni sizin öz istəyiniz və zərurətinizə. Lakin content type-ı hökmən qeyd etməyiniz məsləhət. Beləliklə, HTTP equiv qrupuna daxil olan meta elementləri öyrəndik. Gələn dərsimizdə isə biz artıq name qrupuna daxil olan meta elementləri öyrənəcəyik. Sağ olun, gələn dərslərimizədir.